Yəni, təbii ki, hər kəsin haqları var. Yəni, kişinin haqqı var. Qadın kişi öz əri üçün gərək çalışmalıdır ki, onun razılığını qazana. Allah Rasulun razılığını qazandıqdan sonra. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem necə deyib ki, o qadın ki, əri öləndə ondan razı idi, daxil olacaq cənnətə. Daxil olacaq cənnətə. Yəni, qadın üçün cənnətə girmək səbəblərdən biri ərinin ondan razı olmağıdır. Və həmçinin də ərini incitməmək, kömək olmaq ərinə, iffətini qorumaq və s. Evin sirrini yaymamaq və s. Uşaqların tərbiyəsinə fikir vermək. Həmçinin qadın üzərində, kişinin də qadın üzərində haqqı var. Məsələn, qadın da kişinin üzərində haqqı var. Məsələn, kişi də gərək adil ola, gərək yaxşı davrana öz qadınla, yaxşı davrana, zülm eləməyə. Yəni, təəssüf ki, bəzən kişilər görürsən ki, bayırda yaxşıdır, evə girir, öz qadınla yaxşı davranmır. Yaxşı davranmır. Çalışmaq lazımdır, çəkinmək, vurmamaq, zülm eləməmək. Zülm eləmək olmaz. Zülm qiyamət günü zülmətdir. Və qadınlar əmanətdir. Baxmaq lazımdır.